Bəhməni divanəsindən ustadın bir divanəsini orada səsləndirəcəksiniz. Bu hava da bizdə öyle də çox səslənməyibdi, amma Bəhməni divanəsi havasını inşallah sizin səsinizdə və ifanızda biz tamaşaçılarımıza təqdim eləyəcəyik. Buyurun. Belə dəli gönlümü qafil olma qoyma yaraldan gedər. Naşib avman bağ becərməz baxsa baraldan gedər. Aşlanın tərcin qılıb yatlara bel bağlama. Yad gəli başına yolundan aşla yaraldan gedər. Yad gəli başına yolundan aşla yaraldan gedər. Dəli köylüm qafil olma öz yerində ağa sən. Minib əşkin səməndini sürməcilən dağa sən. İstəyəsən bu dünyada yeməyəsən yığasan. Oğul yetir can qocalır ixtiyar əldən gedər. Göt təslidir hey dolanar bahar gələr yayla. Göllərdə ördəklər üzər ulduz gəzər ayla. Qalx ayağa dəli könlüm gəl danış gədayla. Bir gün olur dövran dönər küllü var əldən gedər. Gəl beçara xəstə qasıb girmə qonşu qəsdinə. Hain olmadı sörəyə səni tutar dəstinə. Bir gün olar haqq elçisi qonar sinən üstünə. Can çıxar cəsəd quylanır ol viqar əldən gedər. Can çıxar cəsəd quylanır ol viqar əldən gedər. Var olun, zəhmət olmasa gəlin nəsil ustad ifası idi, var olun. Həqiqətən Xəstə Qasımın da bu şeirində çox dərin bir məna var. Nə cür məna var? Ustadnamə buna divanı deyəcəyik.